Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. 20 aprel 2025-ci il tarixində verilmiş buraxılış imtahanının qapalı test tapşırıqlarının həm qrammatikasını, həm də mətn suallarının izahını bundan əvvəlki videoda verdim. İndi isə mətndə istifadə olunmuş və cavab vərəqlərində cavablandırması nəzərdə tutulan sualların izahını verəcəm. Bu birinci mətndə 45-46-cı suallar, ikinci mətndə 55-56-cı sualları əhatə edir. Gəlin 45-ci suala baxaq. El atası başçılıq etdiyi elin qayğısına qalır deyimini mətndə təsdiq və ya təkzib olunduğunu müəyyən edin, seçiminizi əsaslandırın deyir. Birincisi, burada el atası başçılıq etdiyi elin qayğısına qalır fikrini həqiqətən də 45-ci sualda. Həqiqətən də orada olan el ağsaqqalına biz aid eləyə bilərik həqiqətən də. Çünki o da, yəni belə yazmaq olardı ki, həqiqətən də el ağsaqqalı vətənindən digər obaya, digər elə yurda köçən insanlar üçün narahat olur və onların arxasınca adam yollayır ki, onlardan bir xəbər tutsun. Həqiqətən də biz bunu təsdiq eləyə bilərik, təsdiq yazmalıydınız və fikrinizi belə əsaslandırmalıydınız. 46-cı sualda isə deyirdi ki, mətndə üzərində rəqəm yazılmış sözlər əsasında cədvəli doldurun. Baxın, 46-cı sualda şagirdlərim atdığına əsasən deyirəm ki, suallar hansı formada düşmüşdü. 46-cı sualın cədvəlini çəkin mən sizə. Demək, şagirdlərin dediyi üzrə belə bir cədvəl olub və bu cədvəl əsasında onlardan doğru yanlış istəyib. Demək, belə bir şey. Demək, burada söz, həqiqi, məcazi, bir də olduğundan fərqli məna. Yəni, işləndiyindən belə yazaq da. İşləndiyindən, deyindən fərqli məna fikirləşməliyik. Demək, sözlərə baxaq. Sözlərdə demək, birinci söz, bir yazaq, iki yazaq. Birinci söz nə idi? Bunu artıq çəkdim, çünki iki sözdən istifadə olunmuşdu orada. Demək, birinci söz verir söz idi. Orada cümlənin içərisində belə idi ki, bir gün bir gəlimə xəbər verir. Xəbər vermək məcazi mənadadır. Biz indi onu işləndiyindən fərqli mənada işlətməliyik. Yəni, xəbər vermək məcazidirsə, biz həqiqi mənasında işlətməliyik. Məsələn, deyirəm ki, dostum kitabları mənə verdi formasında işlədə bilərik. Sonra ikinci söz düşür sözü idi. Düşür sözünü nə mənasında işlətmişdi? Deyir ki, araya çaxnaşma düşür. Bu da məcazi mənada işlənmişdi. Belə yazmalıydınız. Və həqiqi mənada isə deyirəm ki, tutaq ki, meyvələr yetişdikcə ağacdan düşür. Aşağı düşür. Bu mənada, həqiqi mənada işlədə bilərdiniz. İndi isə keçirik 55-ci tapşırığa. 55-ci tapşırıqda mətnə əsasən Euler-Venn diaqramı qurmaq istəyib bizdən. Euler-Venn diaqramını isə bu formada yaza bilərdiniz. Demək, birincisində bizdən istəyirmiş ki, bir dəqiqə. Birincisində bizdən istəyirmiş ki, Nizami metro stansiyasında mozaikalar qalar. Bir də istəyirmiş ki, Ağdam çörək muzeyindəki mozaikalardan söhbət. Demək, bunun həm oxşar, həm fərqli, həm də ortaq xüsusiyyətlərini yazmağımızı istəyib bizdən. Baxaq, indi görək ki, burada nə yaza bilərdik. Əslində, mətndən də göründüyü kimi, Nizami metro stansiyasında olan mozaikalar Nizami Gəncəvinin xəmsəsi əsasında da işlənmişdi. Və sonra da bu tərtibat sayəsində, yəni Nizami metro stansiyasında olan mozaika sayəsində, yəni tərtibatlı metrolar sırasına daxil olmuşdu. Tərtibatlı metrolar siyahısına daxil olmuşdu yazmaq olar.
Ağdam Çörək Muzeyində olan demək mozaikalardan isə yazmaq olardı ki, həmin demək mozaikalar rəngli sümbüllərdən hazırlanmış, günəş, torpaq, su, bitki, insan təsvirləri əks olunmuşdu və yaxud da Ağdam şəhərindəki o yerləşən Çörək Muzeyinə belə deyək də işğal nəticəsində mozaika hissəsinə ciddi ziyan dəymişdi. Ortaq hissə isə yazmaq olar ki, hər ikisi mozaika Azərbaycan incəsənətinə aiddir. Bu formada yazmaq olardı. Sonra 56-cı sualda deyir ki, 56-da nə deyir bizə? Ədəbiyyat və sənət birləşdikdə insan ruhunun dərinliklərinə toxunan gözəllik və ahəngdarlıq yaradır aforizmi ilə mətnin hansı abzasındakı fikri qüvvətləndirmək olar? Baxın, bu demək hissə 5-ci abzasa əsasən. Yəni 56-cı sualın cavab 5-ci abzas olmalı idi. 5-ci abzas niyə? Çünki orada ədəbiyyat və sənət birləşdikdə demir. Həmin o metro stansiyanın, incəsənətin ədəbiyyatla birləşməsindən söhbət gedirdi ki, Nizaminin xəmsəsinin, yəni elə də yazmalıydınız, Nizaminin xəmsəsinin təcəssümü əsasında, yəni Bakı metro stansiyasının, Nizami metro stansiyasının demək divarlarında bu mozaikalardan istifadə olunmuşdu. Ki, bu da öz xüsusunda ecazkar tərtibatlı metrolar sırasına daxil etmişdi bu metronu. Bu qədər. Siz isə hansı cavabları qeyd etmişsinizsə, cavab kartında bölüşərək fikirlərinizi yaza bilərsiniz. Sağ olun.